Salam dəyərli izləyicilər. Bugün 9-cu sinif buraxılış imtahanlarını müzakirə edəcəyik. Bildiyimiz kimi 13 aprel 1-ci zona, 20 aprel 2-ci zona və 27 aprel 3-cü zona olmaqla 3 hissəli buraxılış imtahanı keçirilib. Şagirdlərin yazdığı rəylər, mənə yazılan çoxlu mesajlar haqqında ümumi fikrimi bildirəcəm. Həmçinin imtahanlar haqqında fikrimi bildirəcəm. Əgər mənim kanalımı izləyirsinizsə, şagirdlər, görürdünüz ki, təxmini olaraq sayını tam olaraq bilmirəm. Yəqin ki, 20, 30 və yaxud bəlkə də daha çox sınaq, sual izahları paylaşmışdıq kanalımızda və həmin paylaşılan sınaqlardan sınaqların hamısını işləyən şagirdlər asanlıqla gördü ki, 18, 19, hətta bəzən 20 sual belə tip olaraq imtahana düşmüşdü. Yəni sınaqları tam başa düşüb, həqiqətən də diqqətlə izləyib, əzbərləyən yox, başa düşən şagirdlər yüksək nəticə göstərdilər. Çoxlu şagird öz nəticəsini atmışdı mənə. Baxıram hamısında 85 plus, 85 üzəri, 90 üzəri ballar yığılmışdı. Yəni sınaqların çox faydası olmuşdu. Ümid edirəm ki, uşaqlar bu video həm bütün imtahan vermiş 9-cu siniflərin qarşısına çıxar. İndi uşaqlar gəlin müzakirə eləyək. 3 zonadan birinci 13 aprel, 20 aprel və 27 aprel. 3 zona haqqında fikrimi deyəcəm. Bu 3 zona imtahanından birinci, yəni 13 apreldəki imtahan çox rahat imtahan idi. Yəni 25 sualın riyaziyyat haqqında danışıram. Digər fənlər haqqında çox detallı məlumat verə bilmərəm, çünki sualları çox analiz eləməmişəm. Riyaziyyat suallarında 25 sualdan ilk 20 sual asan idi, son 5 sual orta səviyyəli idi, biraz çətin də deyə bilərik. Yəni asanlıqla 20 sual həll oluna biləcək suallar idi. Yəni ümumi olaraq 9-cu siniflər üçün olan 13 apreldə olan imtahan məncə kifayət qədər yaxşı imtahan idi, rahat imtahan idi. Əvvəlki illərlə müqayisədə də nə onlardan çətin deyildi, nə onlardan asan deyildi. Demək olar eyni səviyyədə suallar idi. Və suallarda da problemsiz suallar idi. Qısa müddət ərzində həll oluna biləcək suallar idi. Yəni bu baxımdan 13 apreldə imtahan verən şagirdlər kifayət qədər şanslı idi. Eyni qaydada 20 aprel haqqında ən sonda danışacağam. 27 apreldə də, yəni dünən imtahan verən şagirdlərdə də yenə də 25 sualdan 20 sual asan idi. Eynən birinci 13 aprelin imtahanı necə idisə, 27 aprel imtahanında eyni səviyyədə idi riyaziyyatı. 20-21 sual asan, 5 dənə sual da orta səviyyəli və yaxud da çətin olaraq belə deyək, sinifləndirə biləcəyimiz suallar idi. Birinci və 3-cü zonada imtahan verən şagirdlər həqiqətən şanslı şagirdlər idi. Və gəldik sual səviyyələri olaraq sualları həll eləmə müddətinə görə bu ilk 1-ci və 3-cü zona şagirdləri çox rahatlıqla, çalışan şagirdlər çox rahatlıqla imtahanı verib 80 üzəri ballar toplamışdılar, toplayacaqlardı. Özünüz görəcəksiniz nəticələriniz çıxanda. Amma 20 aprel, yəni 2-ci zona üçün biraz işlər fərqlidir uşaqlar. Çünki birincisi sualların səviyyəsi 1-ci və 3-cü zonaya görə daha çətin idi. Təbii ki, bütün suallar çətin deyildi, bunu nəzərdə tutmuram. 20 apreldə, məsələn, 1-ci və 3-cü zonada asan sual sayı 20 idisə, 20 apreldə bu 15-16 ədədi idi. Bundan əlavə çətin, orta və çətin sualların sayı daha çox idi və həmçinin səhv suallar var idi. Yəni bu baxımdan 2-ci zonada imtahan verən şagirdlərə mənə görə haqsızlıq oldu biraz. Yenə də çalışan şagirdlər, zəhmət çəkən şagirdlər yenə də imtahan verdilər, yaxşı nəticə göstərəcəklər o öz yerində. Ancaq 3 zonanı müqayisə eləyəndə 1-ci və 3-cü zonada imtahan verən şagirdlər 2-ci zonada imtahan verən şagirdlərdən daha şanslıdırlar. Çünki təəssüf olsun ki, 2-ci zonada imtahan verən şagirdlərin imtahanında səhv suallar var idi. Sonra hətta bəzi şagirdlər deyirdilər ki, listeningində suallarında problem olub, dinlənilmə suallarında, yəni listening suallarında bir neçə dəfə bəzi qruplarda qulaq asdırılsa da, bəzi dərs otaqlarında, imtahan salonlarında bir dəfə qulaq asdırılıb, o da mikrofonlarda problem olub və s. və s. 20 apreldə, yəni 2-ci zonada belə uşaqların fikirlərini çox eşitmişəm. Ona görə 2-ci zonada imtahan verən şagirdlər üçün bu il biraz yaxşı olmadı. Ümid edirəm ki, istədiyiniz balı yığıb, istədiyiniz nəticəni əldə edərsiniz. Onsuz da buraxılış imtahanı, uşaqlar, 9-cu sinif buraxılış imtahanı əgər kollecə getmirsinizsə, önəmli bir imtahan deyil. Sadəcə statistik məlumat çıxarmaq üçündür.
universitetə hazırlaşanlar üçün heç bir əhəmiyyəti yoxdur. Amma kollecə gedənlər üçün əhəmiyyətlidir. Və kollec üçün uşaqlar 300 bal, 250 bala ehtiyac yoxdur. 100-150 balın üzərində də istənilən kollecə 200 balla qədər istənilən kollecə düşmək olur deyə düşünürəm ki, bir neçə sualın problemi olmaz. Amma təbii ki, ədalətli deyil. İkinci zonada, birinci, üçüncü zona ilə eyni olmalıydı. Hətta mən tərəfdarı olaram ki, zonalara bölünməsin. Bütün ölkə ərazisində 9-cu siniflər üçün, bütün uşaqlar üçün eyni imtahan eyni vaxtda keçirilsin. Bu zaman həm ədalətli olur, hər kəsə eyni sual düşmüş olur və heç bir problem də olmur. Səhv sual olsa da bütün uşaqlar üçün səhv sual olur. Yəni bu yenə də ayrı seçicilik olmur. Asandırsa hər kəs üçün asan olur, çətindirsə hamı üçün çətin olur. Bu hallarda heç bir problem yaşamır. Bu həm 9-cu siniflər üçün, həm də 11-ci siniflər üçün bu şəkildə olsa, düşünürəm ki, tam ədalətli olar. Təbii ki, bu imtahanın texniki tərəflərinə görə belə keçirilmir. Şagird sayı çox olur, bütün məktəblərdə, yəni şagirdləri yerləşdirmək, şagirdlərin kitabçaların hazırlanması, yoxlanılması uzun, çətin proses olduğuna görə hissə edirlər. Amma hər halda çətin proses olsa belə qeyri-mümkün olan bir proses deyil, mümkün olan bir prosesdir. İndi uşaqlar imtahanlar bitib, şagirdlərin əksəriyyəti dincəlmək istəyirlər. Yüksək bal yığmaq istəyən şagirdlər, məsələn bu il 9-u bitirib 10-cu sinifə keçənlər üçün, həmçinin 8-i bitirib 9-a keçənlər üçün, 10-u bitirib 11-ə keçənlər üçün də uşaqlar çox möhtəşəm 2 qrup açılacaq. Bizim yay qruplarımız 12 may tarixində başlayacaq. 2 qrup haqqında qısaca məlumat verim, qoşulmaq istəyənlər qoşula bilər. Yüksək nəticə 2 qrupdan ikincisi yüksək nəticə göstərmək istəyən şagirdlər üçündür, yəni bazası olan şagirdlər üçündür. Toplumun ikinci hissəsindən başlanılacaq. Buna adətən 9-cu sinifi çox yaxşı oxuyanlar və 10-cu sinifi 9-u bitirib 10-a keçənlər və 10-u bitirib 11-ə keçənlər qoşulsa daha ideal olar o həmin şagirdlər üçün. İkinci hissənin çətin mövzuları, bütün şagirdlərin qorxduğu mövzular, funksiya, trigonometriya, fəzanın bölmələri, bir də loqaritmik funksiyalar, loqaritmik bərabərsizliklər və s. Bu əsas mövzular keçiləcək ikinci hissədə. Yəni əmin olun ki, uşaqlar o bölmələrdəki bütün problemləriniz aradan qalxacaq. Diqqətli olan, mən dediklərimi, sınaqlarımı işləyən şagirdlər buraxılış imtahanında %100 uşaqlar həmin sualı cavablandıracaqlar. Həmin bölmələrdən düşən sualları cavablandıracaqlar. Bu ikinci hissə qrupudur. Digəri, bu yerde uşaqlar nömrəni qeyd edeyim bura. 988, 49, 99. Bu arada dərs qiymətləri endirimlidir. Bu qiymətlərlə dərslərə qoşulanlar növbəti tədris ilində də həmin qiymətlərdən davam edəcəklər. Birinci hissə isə bazası zəif olan şagirdlər üçündür. Bu adətən 8-i bitirib 9-a keçənlər qoşulsa daha yaxşı olar və yaxud da 9-u bitirib 10-a keçənlərdən, amma bazası zəif olan şagirdlər qoşulsa yaxşı olar. Bu toplumun birinci hissəsindən olacaq, sıfırdan başlayan qrupdur. Yəni hər şey öyrədiləcək sıfırdan. Dərslərimiz 12 may tarixində başlayacaq. Bir müddət dincəlin, istirahət edin. Təbii ki, uşaqlar aranızdan istirahət eləməyi seçənlər olacaq, ya bütöv dincəlməyi seçənlər olacaq. Amma məsləhət olar ki, yaxşı olar ki, yay ərzində də boş qalmayın, sadəcə qısa vaxt ayıracaqsınız dərsə, yenə də vaxtınız olacaq hazırlaşmaq üçün. Bu, həm növbəti tədris ili üçün sizi hazırlaşdıracaq, hazır eləyəcək, ön hazırlıqdır bu. Həm yayda hazırlaşdığınız üçün beyniniz dərsdən uzaqlaşmayacaq. Bu da sizi növbətilə tam hazırlıqlı eləyəcək, imtahanlara tam hazırlıqlı eləyəcək. Həmçinin bizim sınavlarımızın imtahana neçəsinin düşdüyünü hər kəs gördü. Demək olar ölkənin bütün 9-cu sinifləri, 10-cu sinifləri bizim sınavlarımızı işləyirdi və əksər şagirdlərin nəticələrinin qalxmağına səbəb oldu. Bizim həmçinin dərslərimizə qoşulanlar da indi paylaşdığım sınavlardan əlavə paylaşmadığımda onlarla, yüzlərlə sınavımız var ki, bunlar artıq sadəcə dərslərimizə qoşulan şagirdlər işləyirlər. Həmin sınavları işləyəcəklər və bu imtahanlara qədər davam eləyəcək. Yəni inanılmaz sayda sınavlar işlənilir. Sayı da, yəni özüm də saylarını unuduram, sınavların sayı nə qədər olduğunu bilmirəm. Yəni şagird elə bir vəziyyətə gətiririk ki, qarşısına çıxmadığı, yəni gedib imtahan verəndə qarşısına 25 sual tipi çıxırsa, həmin 25 sual tipindən ən azı 23 sual tipini mənim sınavlarımda görmüş olur. 1-2 sual tipi uşaqlar, 1 ya da 2 sual tipi hər il
yeni sual tipi olaraq daxil edilir deyə tam olaraq hardan düşdüyünü deyə bilmirik. Çünki bəzən Türk ədəbiyyatından götürülür, bəzən Rus ədəbiyyatından, bəzən Avropa ədəbiyyatından götürülür deyə həmin sual tiplərini tapmaq çətinlik yaradır. Bəzən tapa bilirik, bəzən tapa bilmirik. Amma ümumi olaraq minimal 25 sualdan 21, 22, 23 sual tipi bizim sınavlarımızda olur. Uşaqlar, videonu çox uzun tutmuram. Bu 3 zonada imtahan verən bütün şagirdlərə uğurlar arzu edirəm. Ümid edirəm ki, kifayət qədər yaxşı nəticələr göstərəcəklər. Kollecə getmək istəyənlər ayrıca uğurlar arzulayıram. Çünki onlar artıq hazırlıq müddətini yekunlaşdırırlar. Orta ixtisas təhsili almağa yönəlirlər. Onların artıq hazırlıqlarla işi bitir. Uğurlar arzulayıram hər birinə. Nəticələriniz yaxşı olar və istədiyiniz ixtisasa qəbul olarsınız. Digər şagirdlər isə, yəni universitetə yönələn şagirdlər üçün isə hələ ki hazırlıq müddətləri davam edir. 11-ci sinifin sonuna qədər davam edəcək. Yaxşı hazırlaşın, vaxtınız var, kifayət qədər vaxtınız var. Bu müddət ərzində inanın ki, uşaqlar 100 bal, 9-cu sinifdə 100 bal yığıb, 10-cu sinifdə, 11-ci sinifdə 250 plus bal yığan çoxlu sayda şagirdlərim olub mənim. Sadəcə çalışmaq lazımdır. Çox çalışmaq lazımdır. Düşündüyünüzdən də artıq çalışmaq lazımdır. Düşünməyin ki, istedadım yoxdur, riyaziyyatı bacarmıram. Elə şey yoxdur uşaqlar, elə deyil. Nə qədər istedadınız aşağı olur olsun, istedadı olan şagird olsa belə çalışmadan heç bir nəticə əldə edə bilməzsiniz. Sənin eybi yoxdur, istedadın olmasın, yığma 300 bal, yığ 250 bal. Amma yenə də 250 bal belə kifayət qədər yüksək nəticədir. Ona görə də uşaqlar, istedadınız yoxdur deyə bəhanə eləməyin, var gücünüzdən çalışın hər zaman. Çalışıb ancaq uğur qazanmaq olar, nəticə əldə etmək olar. Bu qədər uşaqlar, bu videonu da yekunlaşdırırıq. Artıq 9-cu siniflərin imtahanı bitdiyinə görə blok imtahanı yaxınlaşır. Blok imtahanına aid şagirdlər üçün video paylaşacağım. Həmçinin yüksək nəticə göstərən şagirdlərimizlə videolarımız olacaq. Və növbət tədris ilindən Nərimanov metrosu yaxınlığında da olacaq. Yay ərzində də ödənişsiz əyani dərslərimiz olacaq. O haqqında ətraflı bir video çəkib paylaşacağım. Bu qədər uşaqlar. Dediyim kimi yay qrupları qoşulmaq istəyənlər uşaqlar burada göstərilən nömrəyə baxın. Burada göstərilən nömrəyə yaza bilər. Ətraflı bütün məlumatlar veriləcək. Sağ olun, hər birinizə uğurlar. Bir də uşaqlar, rəy bölməsində öz fikirlərinizi yazın. Sizcə hansı zona daha çətin idi? 20 aprel, 13 aprel, yoxsa 27 aprel? Mənə görə ikinci zona daha çətin idi digərlərindən. Amma bəzi şagirdlər elə düşünmür. Birinci və yaxud üçüncü zonanın daha çətin olduğunu deyir. İndi uşaqlar öz fikirlərinizi yazın, əsaslandırın görək. Niyə görə birinci zona 2 və 3-dən daha çətin idi? Bəlkə də həmin şagirdlər digər fənlərə görə deyirlər, ingilis dili və Azərbaycan dilinə görə. Həmin fənləri bilmirəm. Mən sadəcə riyaziyyat üzərindən gedirəm. Bu qədər uşaqlar, fikirlərinizi gözləyəcəm. Nə qədər bal yazmışsınız, nə qədər bal gözləyirsiniz imtahandan. Onları da qeyd edin ki, görək ən çox balı kim gözləyir? 300 bal gözləyən var mı aranızda? Bu qədər uşaqlar, sağ olun, hər birinizə uğurlar.